Son vaxtlar başınızda qəribə bir yorğunluq hiss edirsiniz. Bir şey yadda saxlamaq çətinləşib. Oxuyursunuz, amma fikriniz dağılır. Bəlkə də səbəb beyninizin sizdən istədiyi bir şeyi verməməyinizdir. Bəzən ən sadə görünən detallarda həyatımızı dəyişəcək sirlər gizlənir. Ən yaxşısı isə odur ki, bu sirlər nə bahalı dərmanlardadır, nə də xaricdən gətirilən möcüzə məhsullarda. Təsəvvür edin, gündəlik həyatınızda kiçik bir dəyişiklik edirsiniz və bir neçə gün sonra özünüzdə inanılmaz fərqlər hiss edirsiniz. Daha tez düşünür, daha yaxşı xatırlayır, daha sakit və fokuslanmış olursunuz. İndi sizə elə qidalar göstərəcəyim ki, bəlkə bir çoxunu tanımırsınız, amma onlar beyninizin əsl yanacağıdır. Diqqətli izləyin, çünki aralarında sizi təəccübləndirəcək olanlar var. Qida 1. Kətan toxumu. Kətan toxumu çox sadə görünür, amma beyin üçün əsl güc mənbəyidir. Bu xırda toxumlar beynin daha yaxşı işləməsi üçün lazım olan faydalı yağlarla doludur. Beynimiz də digər orqanlar kimi qidalanmağa ehtiyac duyur və bu yağlar ona enerji verir. Əgər gün ərzində tez yorulursunuzsa, diqqətinizi cəmləmək çətinləşibsə və ya fikirlər bir-birinə qarışırsa, bu toxum sizə kömək edə bilər. Kətan toxumu beyin fəaliyyətini gücləndirir, yaddaşı yaxşılaşdırır və düşünmə qabiliyyətini artırır. Ən gözəli odur ki, onu səhər yeməyinizə, qatığa və ya salatlara asanlıqla əlavə edə bilərsiniz. Gündə 1-2 çay qaşığı kifayətdir. Amma bir şey unutmayın, kətan toxumunu üyüdüb istifadə etsəniz, təsiri daha güclü olur. Sadədir, amma nəticəsi böyükdür. Bəzən beyni gücləndirmək üçün yalnız bir ovuc toxum kifayət edir. Qida 2. Qoz yarpağı çayı. Çoxları qozun özünü tanıyır, amma yarpağının çay kimi dəmlənib içildikdə beyin üçün necə faydalı olduğunu bilmir. Qoz yarpağı çayı beynin yorğunluğunu azaldır, düşüncəni yüngülləşdirir və yaddaşı gücləndirməyə kömək edir. Bəzən beynimiz informasiya ilə o qədər yüklənir ki, işləməkdə çətinlik çəkir. Qoz yarpağı çayı məhz bu zaman sakitləşdirici və gücləndirici təsiri ilə köməyə gəlir. Bu çay həm də qanın təmizlənməsinə yardım edir. Təmiz qan isə beyinə daha çox oksigen deməkdir. Bu da o deməkdir ki, beyniniz daha çevik və aktiv olur. Qoz yarpağını qurudulmuş şəkildə apteklərdən və ya bəzi bazarlardan tapmaq mümkündür. Bir stəkan qaynar suya bir çimdik əlavə edib 10 dəqiqə dəmləmək kifayətdir. Təbii və sakitləşdirici bir güc axtarırsınızsa, bu çayı sınaqdan keçirin. Qida 3. Nar. Nar sadəcə dadlı meyvə deyil, o beyin sağlamlığı üçün əsl xəzinədir. Narın tərkibindəki təbii maddələr beyin qanla daha yaxşı qidalanmasına kömək edir. Bu da yaddaşın güclənməsi, diqqətin artması və zehni yorğunluğun azalması deməkdir. Xüsusilə yorğun və gərgin olduğunuz günlərdə bir stəkan təbii nar suyu beyninizi sanki yenidən işə salır. Çünki nar beyindəki hüceyrələrin fəaliyyətini artırır və onları zərərli təsirlərdən qoruyur. Bəzi elmi araşdırmalar göstərir ki, narın tərkibindəki antioksidantlar yaşla əlaqəli yaddaş zəifləməsinin qarşısını ala bilər. Ən gözəli isə budur ki, nar ölkəmizdə bol tapılır və mövsümündən çox sərfəli qiymətə əldə edilə bilər. Sadəcə nar dənələrini yemək və ya təbii suyunu içmək kifayətdir. Gündə bir stəkan beyin üçün güclü bir dəstək deməkdir. Qida 4. Qara gavalı qurusu. Qara gavalı qurusu bəlkə də ən çox bağırsaq üçün faydalı ilə tanınır, amma onun beyin üçün olan təsiri çox az adam tərəfindən bilinir. Bu qurudulmuş meyvə sinir sistemini sakitləşdirir və beyin gərginliyini azaldır. Əgər tez-tez əsəbləşirsinizsə, yaddaşla bağlı çətinliklər yaşayır və ya fikrinizi toplamaqda çətinlik çəkirsinizsə, bu qida sizə kömək edə bilər. Tərkibində təbii vitaminlər, xüsusilə B qrupu vitaminləri beyindəki fəaliyyəti dəstəkləyir və sizi daha sakit, balanslı bir vəziyyətə gətirir. Bununla yanaşı, qara gavalı qan dövranını da yaxşılaşdırır. Bu isə beynin daha çox oksigen alması deməkdir. Gündə 3-4 ədəd yemək kifayətdir. Çayla birlikdə və ya sadəcə qəlyanaltı kimi istifadə etmək olar. Qida 5. Zilinc meyvəsi. Zilinc başqa adı ilə barbaris görünüşcə balaca türşməzə bir meyvədir. Amma təsiri boyundan böyükdür. Bu meyvə bədəndəki iltihabları azaldır və beynin daha sağlam işləməsinə şərait yaradır. Xüsusilə uzun müddətli stres və yorğunluq yaşayanlar üçün çox faydalıdır. Zilincin tərkibindəki təbii maddələr beyindəki gərginliyi azaldır, sinir sistemini dəstəkləyir və zehni aydınlıq yaradır. Gündəlik az miqdarda istifadə edildikdə insanın özünü daha rahat və diqqətli hiss etməsinə kömək edir. Bu meyvəni qurudulmuş şəkildə apteklərdə və ya bəzi ədviyyə dükanlarında tapmaq olar. İstər çay kimi dəmləyib, istər qatığa və ya sıyığa əlavə edin.
Fərqi hiss edəcəksiniz. Zilinç həm yaddaş üçün, həm də zehni tarazlıq üçün təbii və güclü bir vasitədir. Sadədir, amma təsiri böyükdür. Qida 6. Balqabaq tumu. Balqabaq tumu çox zaman qəlyanaltı kimi yeyilir, amma az adam onun beyin üçün olan faydasından xəbərdardır. Bu kiçik toxumlar beynin sağlam işləməsi üçün vacib olan sink və maqnezium zənginlidir. Əgər tez-tez unutqanlıq yaşayır, diqqətiniz bir yerə toplamaq çətinləşibsə, bəlkə də bədəniniz bu minerallarla kifayət qədər almır. Balqabaq tumu həm sinirləri qoruyur, həm də beyindəki hüceyrələrin daha aktiv çalışmasına kömək edir. Bundan başqa balqabaq tumu yuxunu tənzimləyir, təbii maddələr də ehtiva edir. Yaxşı yuxu isə yaddaş və fokus üçün vacib amildir. Gündə bir ovuc qədər qovrulmamış və ya azca qovrulmuş şəkildə yemək kifayətdir. Salatlara və ya səhər yeməyinizə də əlavə edə bilərsiniz. Balaca amma güclü balqabaq tumu beyninizi həm sakitləşdirir, həm də gücləndirir. Qida 7. Dağ kəkliyotu. Dağ kəkliyotu qədimdən həm yeməklərdə, həm də müalicə məqsədi ilə istifadə olunub. Amma onun beyin üçün bu qədər faydalı olduğunu çox az adam bilir. Bu bitki beynin qan dövranını gücləndirir və sinir sistemini dəstəkləyir. Əgər tez-tez başınız ağrıyırsa, fikriniz tez dağılırsa və ya stres sizi yorursa, dağ kəkliyotu sizə kömək edə bilər. Onun qoxusu belə insanı sakitləşdirir və zehni rahatlıq verir. Kəkliyotu çayı xüsusilə yorğun və ya gərgin günlərdə beyinə sanki dincəllik bəxş edir. Beynin oksigenlə təminatını artıraraq yaddaşın və diqqətin güclənməsinə şərait yaradır. Qurudulmuş şəkildə tapmaq asandır. Gündə bir dəfə bir stəkan çay kimi dəmləyib içmək kifayətdir. Təbii və sakitləşdirici bir vasitə axtarırsınızsa, dağ kəkliyotu əla seçimdir. Beynimiz gündəlik həyatın səs-küyü, stresi və informasiya yükü altında yorulur. Amma ona qayğı göstərsək, o da bizi yarı yolda qoymaz. Bugünkü qidalarla tanış oldunuzsa, indi növbə sizdədir. Kiçik dəyişikliklərlə böyük fərqlər yaratmaq mümkündür. Əgər belə faydalı məlumatların davamını istəyirsinizsə, kanala abunə olun və bildirişləri açmağı unutmayın. Qarşıda sizi daha maraqlı və sağlam həyat üçün ipuçları gözləyir. Videonu bəyəndinizsə bir bəyənmə ilə dəstək ola bilərsiniz. Sağlam və aydın düşüncəli qalın.